Dünən milli mətbəximizdən düşbərə bişirdim. Əvvəlcə xəmiri hazırladım. Bir resept üçün lazım olan ərzaqlar: 300 qram un, 2 xrustal stəkanı, 2 yemək qaşığı əlavə, 1 ədəd yumurta, yarım stəkan su, 1,5 çay qaşığı duz. Mənim ailəm böyük olduğu üçün 2 qat resept hazırladım. Xəmiri yoğurub bir kənarda saxladıqdan sonra yeməyin suyunu hazırlamağa başladım. Bunun üçün soğanları xırda-xırda doğradım və yağda yaxşıca qovurdum. Sonra keçdim düşbərəmizi hazırlamağa. Xəmirdən lavaşlar yayıb düşbərə alətinin üstünə sərdim. Əvvəlcədən hazırladığım qiyməni balaca paylara qoyub, ikinci lavaşı da üstünə çəkəcək kənarlarını möhkəm yapışdırdım. Daha sonra düşbərələri qaynar suya əlavə etdim və bişməsini gözlədim. Nəticə çox dadlı, ətri ilə adamı məftun edən mis kimi düşbərə hazır oldu. Bişirən hər kəsə nuş olsun.